Gəl Kərbəlayı. Bir dənə orada dur, heç nə demirəm. Bir dənə arxaya get. Görürsən evi. Bax, ev sot yarımın içində. Full təmir. Kupçası yerli yerində. Sot yarımın içində qardaş. 105 kvadrat, 105 kvadrat. Evin möhtəşəm. 115 kvadrat da, yəni 105 bölü 115 kvadrat. 115 kvadratda möhtəşəm 2 mərtəbə, özü şəxsi tikili, orta monolit beton, evdəki nə möhtəşəm. O ki, deyirlər həyətində gül əkərəm. Gəl bura qardaşım, bax. Gül də əkərsən, roza da əkərsən, lazım olaraq ağac da əkərsən. Evdə nə istilik sistemi kombidir. Keçək evimizlə tanış olaq. Gəl Kərbəlayı, gəl. Səsim uzaqdan gəlir, özüm buradayam, gəl. Zaldayam, bax koridoru göstərsən ha. İndi bir dənə zalı görsət. Təsəvvür edin ki, evimiz 8 nömrəli məktəbin, Xırdalandı 8 nömrəli məktəbin düz yanında. Bax, geniş bir dənə zalımız var. Bir dənə 2 mərtəbəli evin, belə deyək, birinci mərtəbəsində poluzadır, hamısı qəşəng, bomba kimi, kombi sistemi, istilik sistemi. Gəl, belə bir kuxnamız var. Bax, görə gözəldir. Hər şey yerli yerində, əladır. 2 dənə hamam sanzeri var. Yəni, ayaqolu 2 dənə, hamam 2 dənə. Gəl bura, zəhmət olmasa. Bir dənə buranı çək. Bilinir ki, şəxsi tikili, qardaş, belə olur da. Şəxsi tikili başqa necə olur. Bir dənə də qaladovkamız var, indi daha tam açmır. Nədir, burada da hamısı yerli yerində. Keçək, ikinci mərtəbəni sizə göstərim. Və nəzərinizə bunu çatdırıram. Bir dənə Kərbəlayı orada dur. Pelekanların işləməsi, səliqəsi hamısı bəlli eləyir ki, bu ev nədir. Ortada monolit betondur. Keçək, evimizin yuxarısı mərtəbəsini göstərim. Kərbəlayı, gəldin. Orta monolit betondur, dedim. Yuxarıda belə bir dənə otağımızı, qardaş belə bir dənə özü üçün, belə deyək də, zal düzəldib. Belə bir zal. Yerli yerində. İkinci hamam sanzeri. Bax, yerli yerində. Balkona çıxış. Balkon da səliqəli, möhtəşəm. Gəlsən, geniş bir dənə. Yuxarıda spanisi var. Əla. Bax, qardaş, möhtəşəm. Görnaboy da bir dənə dəst bura gedib. Görnaboy da dəst gedib. Gəl bura Kərbəlayı. Bir dənə də yataq otağımız buradadır. Gəl Kərbəlayı. Bir dənə də yataq otağımız buradadır. Bu da əla. İndi sizə nəyi nəzərinizə çatdıracağam? Qiymətlə bağlı elə bir qiymət deyəcəm ki sizə. Heç nə fikirləşmə. Alo dinən, deyən qardaş gətirirəm behi qoymağa. Ki qiyməti deyim. Kərbəlayı, evi göstərdim. İndi əsas qiymətini deyim sənə. Bax, 115 kvadrat. Qardaş, yerli yerində. Qafqaz Universitetinin yanı. Qardaş, qapının ağzına acan asfalt. 8 nömrəli məktəbi yanındasan. Ondan sonra canım sənə nə desin qardaşım, kupçası yerində, sənədi yerində, sönədi yerində. Evin qardaş, hər bir şey yerli yerindədir. Sənə nə qalır? Bunu almaq və sənə qiymət maraqlıdır. Qiymət cəmi 109.000 manat. Qardaş, bu qiymətə düşünmə.